Hətta deyir, bir gün deyir, avam kimsələrdən, yəni bu məsələdə anlayışı olmayan kimsələrdən birini gördüm ki, deyir, o Allahdan gəlsən dua edir. Şeyx o qıssanı danışır, özünün başına gələn. Deyir ki, Allahdan gəlsən dua edir. Və ona nəsiyyət etdim. Və deyir, bu bayədə gələn ayələri ona oxudum. Yəni, hansı o ayələr ki, orada keçib ki, dua ibadətdir və Allahdan gəlsən sərf eləmək də icazəli deyil. Bu ayələrdən bir neçəsini şeyx zikr edir burada. Deyir ki, bu ayəni oxudum. Deyir ki, وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُ مِنْ دُونِ اللّٰهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ. Allahı qoyub, qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. Xəbərsizdirlər. Sonra başqa bir ayəni oxuyur şeyxdir ki, ikinci bu ayəni oxudum ki وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ إِنْ تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ. Sonra Allah Subhanahu bu ayəsini oxudum deyir ona, həmin kimsəyə. Sizin ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsini belə sahib deyirlər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, çağırışını eşitməzlər. Eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Yəni, heç kəs sənə deyir, hər şeydən xəbərdə Allah Subhanahu kimi xəbər verə bilməz. Həmçinin başqa bir ayə şeyx burada zikr edir ki, digər ayəni onu oxudum. Hansı ayə idi o da? Deyir ki, قُلِ دُعُ الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلَا يَمْلِكُونَ كَشْفَ الدُّرَّ عَنْكُمْ وَلَا تَحْوِيلًا. De, Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyirlər. Sonra şeyx davam edərək deyir ki, sonra ona bu ayəni oxudum ki, قُلِ دُعُ الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللّٰهِ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ. Sonra bu ayəni oxuyur şeyx, deyir ki, ayədə Allah Subhanahu deyir ki, de, Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar nə göylərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib deyirlər. Onların göylərin və yerin yaradılışında heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımcı olanı da yoxdur. Deyir ki, şeyx deyir ki, sonra bu barədə bu babda gələn hədisləri oxudum və bitirdim nəsiyyətimi. O, həmin adam deyir, mənim dediyimi, məsələni yaxşıca başa düşdü. Və sonra mənə deyir, bəyan oldu ki, o mənə dedi ki, deyilişi ilə mənə bəyan oldu ki, buna çatdıran olmayıb. O mənə dedi ki, mən deyib, filan ölkədənəm, ölkəsinin adını çəkir. Deyir ki, mə əhədun qalə li hədəl kələm. Bu sözləri deyir, mənə heç kim deməmişdi, çatdırmamışdı. Çünki onların ölkəsində olan alimləri onlara nə deyirdi? Ölüdən istəmək, bütdən istəmək, ondan o nədir? Təvəssül sayılır, şəfayət sayılır. İnsanlara bu cür aldadırdılar. İnsanları örgədirdilər ki, orada əllərini açıb Allahdan gəlsən dua etmək, peyğəmbərlərdən istəmək, övliyalardan istəmək nədir? İnnəmə huvə təvəssül. Yəni bu təvəssüldür. Və ləm yusmi'uhu ayətət təvhid və ayəti ixlasi duai lillah. Onlara deyir, tövhid ayələrini eşitdirməyiblər, çatdırmayıblar. Və həmçinin duada Allah Subhanahu ixlaslı olaraq duanı yalnız Allah üçün etməyə dəlalət edən ayələri onlara bildirməyiblər. Bu da nəyə bəyan edir? Bu da onu bəyan edir ki, bundan da bəyan olan da odur ki, ortaya çıxan da odur ki, bu azğın dəvətçilərin bu insanlara olan təhlükəsinin nə qədər əzəmətli olması. Yəni, həqiqətən bu cür dəvətçilərin insanlara nə qədər böyük təhlükəsinin olması ortaya çıxır bu şeylərdən də. İnsanları saptırırlar.